Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakashvili, Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək onu Rusiya-Ukrayna müharibəsinin mülki əsirləri siyahısına salmağı və imkan daxilində dəyişdirilməsini istəyib. O, müraciətində Ukrayna vətəndaşı olduğunu və Zelenskinin rəhbərliyi altında Milli İslahatlar Şurasında çalışdığını xatırladı. "Bilirəm ki, Ukraynalılar heç kimi darda qoymur. Sizə ümid edirəm", deyə Saakashvili bildirib. Saakashvili 2015-ci ildə Ukraynanın o zamanki prezidenti Petro Poroshenkonun fərmanı ilə vətəndaşlıq almış və Odessa vilayətinin qubernator təyin olunmuşdu. Lakin 2 il sonra münasibətlər pisləşdiyi üçün Poroshenko onun vətəndaşlığını ləğv etmiş, ölkəyə girişini 2021-ci ilə də qadağan etmişdi. Zelenski 2019-cu ildə prezident seçildikdən sonra Saakashvilinin vətəndaşlığını bərpa edib və onu İslahatlar üzrə İcra Komitəsinin rəhbəri təyin edib. Saakashvili 2021-ci ilin sentyabrında Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılıb və bir neçə cinayət işi üzrə məhkum edilib. Məhkəmələrin qərarına görə o, 1 aprel 2034-cü ilədək həbsdə qalmalıdır. 2025-ci il noyabrın 6-sında Gürcüstan hökuməti Saakashviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamı ilə yeni cinayət işi açıldığını açıqlayıb. İstintaq iddia edir ki, həbsdə olan siyasətçi sosial şəbəkələr vasitəsilə tərəfdarlarını mübarizəyə, aqressiv müqavimətə və hökumət binalarının ələ keçirilməsinə çağırıb. Noyabr ayında Saakashvili zəhərlənmə şübhəsinə görə müalicə aldığı klinikadan yenidən həbsxanaya qaytarılıb. Ukrayna rəsmiləri dəfələrlə Gürcüstandan Saakashvilinin Kiyevdə müalicəsinə icazə verilməsini tələb ediblər. Saakashvili isə hələ 2021-ci ildə Zelenskiyə məktubunda özünü Putinin şəxsi əsiri adlandırmışdı. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.